Amerika təkcə Çinə yox, dünyanın bütün ölkələrinə rüsum tətbiq elədi, o cümlədən Azərbaycana qarşı. Bunun regionda bahalaşmaya gətirib, Azərbaycanda bahalaşmaya gətirib çıxaracağın qısa müddətdə düşünmürəm. Uzun müddətli dönəmdə tarif qərarları, hələm qərar qəbul edilib, sonra otururlar, razılaşırlar, söhbət edirlər. Elə Amerikanın özü də buna çağırış elədi ki, gəlin oturaq söhbət eləyək, siz mənə tətbiq edirsiniz, biz də mən də sizə tətbiq edirəm, oturaq müzakirə eləyək, bəlkə də yenidə. Amma indi Çinlə əlaqədar çox böyük güman, ehtimalla yeniş olmayacaq, çünki Çin Amerikanın strateji rəqibidir. Çin Amerika üçün vazifədir, onu inkişafını ləngitmək istəyir. Çinə Amerika öz bazarına ixal etdiyi məhsullara rüsum tətbiq edir. Buna görə də Amerikanın Çinin öz bazarına ixal etdiyi rüsumlar təbii ki, dünyada inflyasiyaya təsir edəcək, bankların faiz dərəcəsinə, dolların məzənnəsinə, bunların hamısına təsir edəcək. Bunun bu vasitə ilə Azərbaycana nəsə təsirlər gələ bilər. Birbaşa Amerikanın Çinə rüsum tətbiq eləməsində Azərbaycanda qiymətlərə təsir eləməyəcək.